Bismillahirrahmanirrahim. Fəqir insana fitrə vermək vacib deyil. Fəqir insan kimə deyərlər? Alimlərimiz buyururlar ki, fəqir insan o şəxsdir ki, əgər onun evində bir illik xərci olmaya və özünü və ailəsini dolandıra bilməyə və həmçinin kəsbi, qazancı, sənəti olmaya ki, aybaay özünü və ailəsini dolandırsın. Belə bir şəxs fəqirdir. Buna fitrə zəkatı vermək vacib deyil. Yəni, buna vacib deyil ki, bu, Ramazan bayramında fitrə zəkatını versin. Bəlkə bunun özünə fitrə zəkatını vermək olar.